izleyicilerimiz. Bugün biz Azerbaycan'ın en güzel rayonlarından birinde, Hacıqabul rayonunun Şorbaçı kendinde güzel bir ailenin, güzel aile başçısının, güzel bir müəllimimizin evindeyiz. Kocaman bir müəllimimizin. Müəllim, adınız ve soyadınız? Qocayev Əliхан Tapdıoğlu. Neçə yaşınız var? 74 yaşımın içində. Neçə il müəllim kimi fəaliyyət göstərmişsiniz? 46 il müəllim işlədim. Hansı fəndən? Sinif müəllim olmuşam əvvəl, ibtidai sinif müəllimi, sonra orta məktəbdə Rus dili və ədəbiyyatı müəllimi. Çok güzel. En güzel fənlərdən sizə uzun ömür, can sağlığı arzu edirəm müəllim. Sağ olun. Həyatda Çox sağ can sağlığından artıq məncə qiymətli heç bir şey ola bilməz. olun. Xanım, sizin adınız yəqin ki siz də yoldaşısınız. Mənim adım Seyid Nisə, Seyid Qızcan. Çok güzel, Allah ömür versin. Bugün sizin aile başçınızın yanına gelmişik, müəllim kimi, böyük kimi. Allah belə böyükləri əksik eləməsin. Sizlə bahəm. Nə deyə bilərdiniz bir yoldaş kimi, bir dost kimi, necə bir ata kimi, necə bir yoldaş olub müəllim? Çox gözəl, çox səliqəli, savadlı, mədəni, heç kəsin işinə qoşulmayan, gözəl bir ailə başçısı olub. Çok güzel, çok Bütün gənclərə bizi kimi ailə olmağı arzulayarım. Örnəkdir, halal olsun. İndiki gənclərə. Çok sağ olun anam. Sağ olun. Siz de yəqin ki evladısınız. Evet. Adınız, soyadınız? Gülübey Qocayev. Çok güzel. Atam barəsində nə deyə bilərsiniz bizə? Necə bir atadır, necə bir şəxsiyyətdir? Gözəl, mehriban, yəni xoş xasiyyətli. Allah uzun ömür Çox sağ versin. olun. Sen kimsən? Gəl buraya yaxın. Başqasan. Nəyisən müəllimi? Ali Üsküp. Nəvəsiyəm. Baban haqqında nə deyə bilərsən bizə? Sonra mehriban olan deyil. Bəhtən. Babanı çox istəyirsən. Böyüyəndə nə olacaqsan? Polis. Polis, ay sənə uğurlar arzulayıram. Azərbaycan igid balası. Amin, amin. Sən kimsən? Adın nədir güzel balam? Leyla. Baban üçün nə arzulayardın? Uzun ömür, can sağlığı. Babanı çox istəyirsən? Necə bir babadır? Yaxşı. Yaxşı babadır. Çox istəyirsən babanı. Allah ömür versin. Amin. Çox sağ olun. Sizin kimi ağsaqqalları, müəllimlərimizi Allah bol eləsin, var olasınız, böyüklükdən əksik olmayasınız müəllim. Çox sağ olun, var olun.